Mehman ne vardı? Mehman ses atıb görək. Ayqa salam. Bugün 8 martdır, gecədir. İmkan ver dincələk də. Bir sağ əlimdir, bir özüm. Kayfın ortasında zəng eləyirsən taqqata. İmkan ver dincələk də. Sağ əlimlə təkbətək qalım. Bu gecəni yola verək görək. Mehman Gogil'i dövülmüş. Mehman Gogil'i dövülmüş ay millet. Ben buna da değilim. Aç geçsin. Çık. Çık. Evet dostlar. Mən də haydayam, Mehman nə haydadır. Mən haydayam ki, pişik tez balalasın. Pişik tez balalasın. Pişik tez balalasın. Balalarını satın məhkəmələrimi yola verim. Mən bunun hayındayam. Hələ arada bir stres keçirirəm ki, pişiyin atası İngilis pişiyidir, özü Alman pişiyidir. Pişik əgər İngilisə oxşasa, qulaqları bir balaca olsa, $500, 500 euroya gedəcək. Yox, əgər Alman pişik kimi qulağı belə olsa, yəni dişiyə oxşasa, balaları anasına oxşasa, 300 euroya gedəcək. Mən bunun hayındayam. Bu da deyil. Değerli vətənlərim, değerli. Ay qardaş. İlham Əliyev olan ölkədə ala qarğa bala çıxartmaz. Bax, bildirçin alveri elədim. Baxın ha, bildirçin ferması açdım. Bildirçin saxlayırdım, satırdım, alırdım. Aydı məsələn, zakazlara gətirirdim. Cücə ferması açdım, dana ferması açdım, qoyun ferması açdım, doğuşan ferması açdım. Təsərrüfatlardan xiyar, pomidor, lovya, nə bilim, qartof, hər yedik, yemişdik, hər quşu qalmışdıq, bir qalmışdı Hacı Leylək. Onu da gəldik Almaniyada qaldı. Hər alver eləmişdim, bir dənə pişik alver eləməmişdim, onu da gəldik Almaniyada elədik. Allah Allah. Dərd hələ burası deyil. Dərd orasıdır ki, uşaq deyir ki, onun balalarına toxunmaq olmaz. İndi gəl sən bir sürü pişiyi saxla görüm qabilini, nə tər saxlayırsan. Pişiyin də birinin aylıq rasxodu nə qədər kəssən, neynəsən 50 evrodur. Yəni tək pişik olsa, rasxod 50-ni keçir, 60. Amma 2 pişik olanda 50-yə düşür. 3 pişik olsa 40-a düşür. 4 pişik olsa, yəni o qumunun dəyişməsidir, deyək, yeməyinə nəyəsə, o çox şeylər optavoy olur da, optavoy. Bir pişiyə də sən o yeməyi açırsan, qalsa tökürsən o yana. Amma onu 2 pişiyə verirsənsə ziyana düşmürsən. Belə söhbətlər var. Neysə, bir eşşək saxlasan, sən ziyana düşürsən, tək eşşək. Amma yox, heyvan saxlayıb, yanında da eşşək saxlayırsansa, deməli heyvanın qabağından çıxanı eşşəyə də verirsən, yəni onu tullamalısan çölə. Ona görə eşşək saxlamaq sənə müftə düşür. Çünki heyvanın qabağından çıxanı eşşək yiyir. Eşşək ən ağıllı heyvandır ki, qanqal yiyir, qanqal. Qanqal ən, necə deyirlər, vitaminli bitkidir. Neysə, İlham Əliyevi görüm gecə gündüz qanqal yesin. Mehman elə bildi səsini efirə verməyəcəm. Verdim efirə. Gogili döyülmüş, Gogili. Neyse. Bana göre bu nədir? Bu nədir? Görək burada nə gedir? Buna bak. Kənd, planlaşdırılmış şəhər və s. Bu variantlarla uzağa getmək mümkün olmayacaq. Gələn şəhərlər kənd yarada bilməmişik. Ağıllı kənd deyir, bir dənə kənd yaradamamışıq. Dəyərli vətənəm, görürsünüzmü ölkə nə gündədir? Ölkə bir balaca çoban Allahdan yağsa, yenə deyirəm, bizim Bakını, Azərbaycanı məğlub eləmək üçün topa, tanka, raketə, Pakistandan alınan JV-17'lərə də ehtiyac yoxdur. Bizim Azərbaycanı batırmaq üçün, Azərbaycanı məğlub eləmək üçün, Bakını işğal eləmək üçün, Heç nə.
biraz bulut toxumu səpib ya qar ya da biraz yağış yağdırmaq bəs eləyir ki, bütün hər şey iflic olacaq, yollar bağlanacaq. Gəl prezident aparatında işğal elə, gəl hər yeri işğal elə və s. Bizdə bir dənə yağış yağdırsan bəs eləyir. O da bütün önündə gedən ölkələr, Rusiyadan belə, Qətərdən belə, hər yerdə yağış da yağdırırlar, dolu da yağdırırlar, qar da yağdırırlar. Buna var, ala. Ala. Bax bu da, aç qardaş, yardımlı rayonunun səhiyyəsi, bax bu da, açıl, skora. Skora, dururlar burada hamısı. Bax, indi gəlib girmişəm, evdən zəng eləmişəm, cavab verən olub bir, adım familiyasını deməyib, gəlib vermişəm, getilər uçamam. Gəlib eləyib, telefonda demişəm, gəl, indi bu saatda bu adam deyil, indi gəlib çıxmışıq, xəstəy gətir buraya. Və beləncə istəyib bu Azərbaycanın səhiyyəsi, indi də skoraları çəkib sizə göstərəcək. Belə skora 1000 manat, 1500 manat hökumət bunlara pul verir. 1000 manat, 1500 manat hökumət bunlara pul verir. Və bunlar nə olacaq? Bu da durublar. Hamısı da durublar burada. Gəlmirəm, kefim istəmir, gəlmirəm. Zamüsür ora. Bu da 1 skora, 2 skora. Obrisləri də çəkim görsədim. O da orada biri var ha. İkisi hələ burada. 3 skora. 4 skora. 5 skora. 6 skora. 7 skora. Biri de o da 8 skora. Yardımcının səhiyyəsinə bax. Özləri kefi istəyəndə gedirlər, kefi istəyəndə getmirlər. Hamısı da oturuşub içəridə çay vururlar. Bu daha, belənçi hökumətdən danış. Hökumət ayırsın pulu, bunlar yesinlər burada. Xəstə dönün evdə. Budur, yardımlının işi budur. Görürsünüz dəyərli vətən, zəng edirlər, təcili yardım maşını çağırırlar. Deyirlər ki, maşını yoxdur, boş maşın yoxdur, xəstəni özün gətir. Gəlib görür ki, çaydan vurub kart oynayırlar. Maşınlar da hamısı ağzı günə boş durub orada. Baxın, ölkə, o təmən yadımdadır, Qazaxda, yoxsa Tozda, skor maşını sürməyə 10.000 pul istəyirdilər. 10.000 rüşvət verirsən, nəm 600-700 manat pul alırlar. 10.000. O boyda vəzifədə oturmuş, vəzifə yox, o boyda işdə oturmuşsan, gözəl də işin var. Mən belə başa düşürəm ki, skor bu təcili yardım gedər, boş oğlan da orada oturub. Həkim yoxdur, həkim. Həkim yoxdur. Bu adam oturub orada. Qorxusundan deyə bilmir ki, mən nətər gəlim, həkim yoxdur da. Mən nətər gəlim. Gəlmək də mən neyini, həkim yoxdur, həkim. Bir ildə 1600 həkim Almaniyaya gedirsə, balaca bir Azərbaycandan. Nə olacaq onda? Nə olacaq onda? Bu qəni yaddan çıxartmayın ha. Özə deyir, şəhid arvadıyam. Bu, indi gündə 10 dənə kişinin mıxını sorur. Bu, gündə 10 dənə mıx sorur, bu şəhidin deyir xanımıdır. Deyir, şəhidin xanımıdır, buna bax. Dəyərləmədir. Da yaxşı şey tapıblar da, bütün sosial müdafiə fondları, bütün seçki məntəqələri, su idarəsi, qaz idarəsi, hamısı yanına bir şəhid xanım alacaq, həm qayacaq, həm də orada gəlib su istəyən, haqqını istəyən, üzünü cıran, həyasızlıq eləyəni qabağına şəhidin xanımını çıxardacaq. Vay o günə də bir əldəyə o şəhid xanımını vurdun. Əri şəhid olan da öz ərinin, yəni daha doğrusu belə qanlı öz ərinin qanını satarmı? Buna bax, bu seçki məntəqələrinə qoyublar. Şəhid xanımlarını bir şey olan kim belirlər? Bax, şəhidin xanımı da, şəhidin xanımı. Bunun gündə 10 dənə sorur bu. Şəhidini düşünən oğlan elə hərəkət eləyərmi? Buna bax, elə bir afçar qeytidir, bax. İşte bunun ağzına vermək lazımdır. Sen otur boynuma ne ona direkt şahit kaldı yok. Sen kaçıp sizden de
Bu danışan özdə qazidir ha. Va fikir ver. Qazi ilə şəhidin xanımını gətirib qoyurlar seçki məntəqəsinə ki, nə bilim orada bir səlahiyyət veriblər də orada. Görürsünmü? Qazini qoyurlar şəhid. Nə tərif edən göstərən hərəkət eləyirlər. Hələ bir buna baxaq. Nə idi bunun adı? Görüblər. Baxaq. Xoş gördük hörmətli izləyicilər. Bugün biz İsmail rayonunun Qarabağ qəsəbəsindəyik. Cəmil Əhmədovun deməli şikayətçi olduğunu bildirdi diqqətimizə və onun dəvəti ilə onun problemini işıqlandırmağa gəlmişik. Buyurun Cəmil bəy, özünüzü təqdim edin, ünvanınızı. Mənim adım Əhmədov Cəmil Babuşoğludur. İsmail rayonunun Qarabağ qəsəbəsində yaşayıram. Ünvanınız özünüz əslən haransınız? Özüm Şuşalıyam. Əslən Şuşalıda qaçqın düşmüşük və Qarabağ qəsəbəsində ev veriblər bizə. Bəli. Bu Qarabağ qəsəbəsində yaşayırıq. Probleminiz nədən ibarətdir? Deyin Nədə? probleminizi. Şuşada niyə verməyiblər? Qəsəbədə verilir. Bizə dəqiqə. Şuşalıda qaçqın düşmüşük və Qarabağ qəsəbəsində ev veriblər bizə. Bəli. İsmaillidə niyə Qarabağ qəsəbəsi olmalıdır, orada sahə ev verməlidirlər? Niyə? Şuşa alınmadı. Niyə sizi Şuşaya daşıya aparmırlar? Ancaq yaxana tikiblər Şuşada. Ancaq girənlər var Şuşada. Ancaq Yezdi Kürdlərini töküblər ora. Şuşada Şuşalı var ki. Qəsəbəsində yaşayırıq. Probleminiz nədən ibarətdir? Deyin probleminizi. Keçən illərim dekabrın 23-ü, 22-si, 23-ü getdim xəstəxanaya və yoldaşımın son hamilə idi yoldaşım. 3-cü uşağı hamilə idi. Getdim, 9 ay ərzində mənə atan həkim dedi ki, tam normal doğuş olacaqdır, heç bir problem olmayacaqdır, normal doğuş olacaqdır. Elə mən hamiləlikdən 9 gündən sonra, 9 ay tamam olandan sonra bir həftə keçmişdi. Elə bir aparım yüklanmışlar ki, görüm problem yoxdur şu. Afaq həkim baxdı, dedi, bəs uşaq yüklədi, bu müzək kesir olmalıdır. Afaq həkimə dedim ki, Afaq həkim, bəs bu 2 dənə uşaq olubdur bundan əvvəl. Bəs indi niyə keçirilir? Yoxslar normal olubdur. Dedi, bu uşağın çəkisi artıqdır. Amma halbuki o uşaqlardan 200 qram artıq idi. Artıq elə bilirsə, 3 kilo 800 qram həmin uşaqlar idi. 2 uşaq olan uşaqları qız uşaq olacaqdı, o 4 kiloydu. 3 kilo 800 qram idi o uşaqlar. Məcbur edər ki, yox, keçir olmalı. Get 500 manat gətir mənə. Sevinç doktora verək, bəs keçirilsin. Sevinç doktor Seydəliyeva, doğum şöbəsi müdürü. Bəli. Mənə getdim. Gəldim. Pulu tarafdan gətirdim. Və sevinci dedim ki, bəs normal doğuş istəyirəm mənim. Dedi, yox, əgər normal doğuş olsa, ana sağ qalacaq, mən uşaq sağ qalacaq. Məni belə qorxuzdurlar. Məni ölümlə qorxuzdurlar. Mən də qorxduğuna görə razılaşdım. Götürdüm, verdim pulu, məndən pulu götürdü, apardı 24 günü, dekabrın 24-ü keçənlərim. 2023-ün Bəli, 2023-ün dekabrın 24-də olub hadisədə. Keysərə apardılar. Yarım saat keçdi, Keysər apardılar, uşağı gətirdilər. 1 saatdan sonra Ülbiyəni gördüm, normal idi hər şey. Ülviyə Əhmədov, həyat yoldaşımız. Ülbiyə apardılar. Mesela uşağı gördüm, yoldaşımı gördüm, her şey normal idi. Getdi evə. Səhərsi günü saat 8-də gəldim, Ülbiyəyə yemək gətirdim. Mənə dedilər ki, get karset al. Ülbiyəni ayağa qaldıracaq. Mən də getdim, karset aldım, gətirdim, verdim, getdim evə. Harca bir saat keçməmişdi. Qayratam zəng vurdu ki, bəs Ülbiyədən zəng vurur götürmür. Bizə anladılar ki, hər şey normaldır. Get görünən məsələ baş veribdir. Getdim xəstəxanaya, gördüm artıq polislər tökülübdür. Orada elə bir şey ayağa qaldıran kimi düzgün elə bir şey baş vermir. Məsələn, Sevinç doktorun baxıram, özü müdafiəsinə yazır ki, biz əvvəl gəldim, mən Ülbiyəni gəzdirdim, sonra yastıdım, yerinə uzatdım, getdim. Halbuki mənə xəzən karsetə göndəriblər. Məndən əvvəl necə bu qaldırıcı məndən karset istəyirlər.
Hə. Karseti öz hesabınıza Öz aldınız. hesabıma aldım, amma mən yalan orada məlumat verim ki, qaldırdım ayağa, gəzdirdim, sonra uzandırdım yerinə. Ancak sonra sizden karseti Amma alındı. sonra Karsetsiz de onu ayağa kaldırmak mümkündür. Karşısız ayağa qaldırmaq mümkündür. Hə. Getdim, gördüm ki, posta töküldü, bu yana 2 saat keçdi. Axırda məlumat verdilər ki, mən Ülviyə keçinibdir. Adına qoydular Trump. Amma indi həmin vaxta qədər heç bir problemi olmamışdır. Yəni, hətta heç sabah ona heç aparmamışam xəstəliklə barəsində. Səhlənkarı... 3 uşaqdan qalıb ortada, 3 uşaq. Afaq Körpə həkimi uşaq. təmkarlığı Sevinç xanımın səhlənkarlığı üzbatından Ülviyəni öldürdülər. Belə. Siz bu meseleyle bağlı onların özleriyle əlaqə saxladınız. Sizə nə dedilər? Bax. Bizə afaq həkim deyir, mən səndən pul almamışam, pul görməmişəm. Siz dedi ki, mən heç bir hər şeyi qayda qanunla yerinə yetirmişəm. Amma ekspert cavablarına görürsən ki, düzgün iğnə dərman vurulmuyubdur. Düzgün vaxtında ayağa qaldırılmıyubdur. Elə bir şey, operasiya olandan sonra 6 saat mı, 7 saatdan sonra ayağa qaldırmalıdırlar. Amma uzun müddət ayağa qaldırmıyublar. Bu hadisələr baş veribdir. Səhlənkar yaraşıqlar. Çox səhlənkarlıq ediblər. Ekspertlərin cavabına baxanda mən görürəm ki, belə. Bax, siz hazırda məhkəmə prosesiniz gedir də. Birinci deməli açılış məhkəməniz oldu. Növbəti məhkəmə ayın sabah tarixdə olacaq da. Deməli 6 mart tarixində. Sözünüz haradır? Bax, kimlərə müraciət etmək istəyirsiniz buradan? Valla sözüm dövlət orqanlarına Pul alıb qanını batırıblar. Məhkəməyə. Bunu elə belə efirə vermirəm. Pul alıblar, polis də, prokuratura da, məhkəmədə qanını batırırlar. Bax, cavan gəlini öldürdülər, 3 uşaqdan qalıbdı. Ona görə efirə verirəm. Bu şey, İsmail rayonu məhkəməsi baxacaq. tam dəqiq və qərəzsiz bu işə baxsınlar. Kim nə cəza lazımsa bu səhlənkarlıq ediblər. Kim tam üzbatından yoldaşını həyatını məhv ediblər. Baxıb bunlara düzgün rəy çıxarsınlar, düzgün qərar yerinə etsinlər. Mən inanıram ki, düzgün də qərar çıxaracaqlar. Çünki mən bu prokurorluqda bizim işimizə baxdılar. Prokuror Orxan müəllim çox düzgün işinlə məşğul oldu, gördüm. Səhlənkarlıq edib. Elə deyirlər. İndi baxarsan, mənə çatıb ki, bunun pulu alınıbdır. Bax, mən görəcəksin nə deyirəm. Olmuş şöbəsi haqqında kifayət qədər izləyəcəyik. Dirəsin ona ailəsindən səbir diləyirik. Və dünya gətirdiyi qız övladının 1 yaşı var. Hava soğuk olduğuna görə o burada gələ bilmədi, gətirə bilmədik onu. Bəli, adamın vicdanı ağrıyır. Vicdanı olan hər bir kəs bu məsələni belə qoymalıdır. Qanunun tələbi. Mən artıq məlumat almışam. Polisin də, prokuraturanın da, məhkəmənin də pulu gedibdir. Bunun işinə də baxmırlar. Dəyərli vətənlərim, maraqlı xarici xəbərlərə keçək dədim. Belə seçkilər var, nəsə baxaq. Nə istəyən bir şeyə keçəm mövcuda. Deməli, dəyərli vətənlərim, keçək Avropa xəbərlərinə. Keçək Avropa xəbərlərinə və bitirək. Bir də 8 Martda çox zəhlənizi tökməyim. Zəhlənizi çox tökməyim.